İnsan daim yol gedir. Yol gedir ki izi kalsın. Ama bu dünyada heç de hamının izi var. İz koymaq, ad kazanmaq tək adamlara nəsib olur. O adamlara nəsib olur ki, onlar ayaqlarını yerə inanla basırlar. Bir yol gedirəm, çox uzun bir yol. Nə sonu görünür, nə də əvvəli. Gəl özüm bu yolda mənə işıq ol. Ya da bir yağış ol. İçimə, ruhuma, vücuduma dol. Deyənlər yağışda batır bu dərə. İbrahimov Mübariz Ağakərimov 1988-ci il fevralın 7-sində Biləsuvar rayonunun Əliyabad kəndində anadan olub. 2005-ci ildə Əliyabad orta məktəbini bitirib. Elə həmin il hərbi xidmətə çağırılıb. Daxili qoşunların en saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə xidmət edib. 2007-ci ildə hərbi xidmətini çavuş rütbəsində başa vurub. Uzun müddət idmanla məşğul olub. Qısa xüsusi maraq göstərib. Hərbi xidmətdən sonra bir müddət mülki işlərdə işləyib. 2008-ci ilin yayında yenidən öz arzusu ilə hərbi xidmətə qayıtmaq istəsə də valideynləri razılıq verdi. 2009-cu ilin avqust ayında valideynlərini razı salıb və gizir kursunda oxumağa başlayıb. Kursu başa vurandan sonra ön cəbhədə qulluq etmək istəyi dərhal reallaşıb. Arzusuna 2010-cu ilin aprel ayında çatıb. Onu Tərtər rayonundakı en saylı hərbi hissəyə, qoşunların təmas xəttinə göndəriblər. 2010-cu ilin iyunun 18-dən 19-una keçən gecə erməni silahlı birləşmələrinin hücumunu dəf edərkən düşmənə ağır təlafat verərək qəhrəmanlıqla həlak olub. Salam ana. Necəsən? Atam necədir? Qardaşlarımın keyfi yaxşıdır. Niyə onlar evləndirmirsiniz? Axı vaxt keçir. Mənim üçün darıxmayın. Mən öz işimlə məşğulum. Mənim öz planlarım, öz arzularım var. Hərdən, nədənsə mənə elə gəlir ki, bu sizə son məktubumdur. Amma sonra yenə yazıram. Hə, yeri gəlmişkən. Bu yaxınlarda məzuniyyətə gələcəm. Bişirdiyim plov üçün çox darıxmışam. Hamıya salam duamı çatdır. Oğlum Mübariz. Əslində, o hadisəni yada salmaq mənim üçün elə də asan deyil. Yox, bu o demək deyil ki, mən döyüşdən, müharibədən qorxuram, yox. Ona görə öz döyüş yoldaşımı, öz arxamı, gizirimi itirmişim. Adakal diyesen karartı var. Ay sibil. Nerede baskın var? Yoldaş Gizir, Ermeniler posta hücum ediblər. Ümumiyyətlə, o həmişə çalışan özünü göstərirdi. Daimi məsələn, bir şey heç ona mən tapşırmırdım, o bir qardaşlarına deyirdim, gördüm, o öz başıdır, o işdən yapışır, icra eləməyə çalışır. Gücü çatsa da, çatmasa da kim oldu, yapışırdı işte. O, atasının, anasının gözündə həmişə yaxşı olmağa çalışır. Həmişə yeməyə düzüb, şəxsiyyəti, yeməyi ilə, üstü başı ilə, əskerin hər bir problemi ilə maraqlanır. O bizə çox istəyirdi, qayğımıza qalırdı. Biz onu elə bu işlərini görə biz onu həmişə çox istəmişik. Onu böyük hörmət bəsləmişik. Bir gizli kimi yox, böyük qardaş kimi biz ona daim açıq münasibətimiz olub. Oturmuş dərdimizi, şərimizi biz bölmüşdük. Postdan bizə məlumat gəldi ki, düşmən atəşkəsi pozub hücuma keçmək istəyir. Mən Mübariz şəxsiyyəti cəld həyəcan siqnalı qaldırıb posta getdik. Bu hələ müharibə burada başladı. Geç, hamı yerinə, cəld ol!
Sen de ayık ol. Mən indi onun yoxluğunu hiss eləyəndə çox darım. İstəyirəm bir kaş yanımda idim, amma çox bir yerdə vaxt keçirirdim. Onun yoxluğunu çox hiss edirəm. Hər dəfə mən indi onun paltarlarını görəndə kaş deyirəm, oğlum sağ olaydı, kirli paltarlarını yenə gətirəydi, yenə yuyaydı. O ancaq biz üçün çalışırdı. Atası anası üçün çalışırdı. Qardaşları üçün çalışırdı. Öz həyatını bu yöndə qoymuşdu. Mən elə baxırdım, elə hiss edirdim. Yəni nə yolla olsun, atam anamı sevindirim, qardaşlarımı sevindirim. Məndən fəxr eləsinlər. Paltarım gördükcə daha çox arzulayıram uşağım. Oğlumu çox arzulayıram. Öldürün onları. Hücuma keçirlər. Bakosne! Spaniklə təmərməni! Qaç sesli! Nədir, yaralanmış? Yox, boş şeydir. Ehtiyatlı ol. Yaxşıdan mübarək. Hə, yaxşı. Mən arazım. Mən hücuma keçirəm. Onlar çoxdur, hücum vaxtı deyil. Yaxşı olsun da. Demək istəyərəm ki, Gizir İbrahimov həddindən artıq vətənə layiq olmalı. Yəni, bir gizir kimi yox, hətta bir yol kimi, böyük qardaş kimi bizə tövsiyələrini verirdi. Mübariz mənim daima qəlbimdədir. Yəni, o kiçik oldu, həm son bir şeyim olduğu üçün deyirlər ki, söz var ki, son bir şey şirin olur, əziz olur, doğrudan belədir. Mənim gözümdə nə qədər də böyük olsaydı ilə kiçik götürürdü. Mən öyle uşaq kimi görürdüm. Məhz ona görə də mənə o çox vaxt bu hərbidən danışanda özünün hərbidə qəhrəman kimi olacağım barədə belə bir çılğınlığını göstərəndə mən elə bildim, elə cavandı, uşaqdı, belə bir baxırdım. Onu mən çox istəyirdim. Yəni mən ondan doymadım, belə deyim. İndi də mən ondan doymamışam deyirəm. Onun vətənə qarşı məhəbbəti çox rəhət, çox böyükdür. Yəni vətəni tam başqa dəyişik şəkildə sevirdi də. Bizdən fərqlənən olan vətənə məhəbbəti. Mübariz çox sakit, tərbiyəsi bir insan. Amma bu sakitliğin altında böyük bir çılğınlıq vardır. İşte balası it. Bakosne! Spaniklə təmərməni! Korkaklar, öldürün onu. Yoksa anamızı ağlatacak.
ki, mən bilsəydim bu ayrılıq olacaq, mən onunla çox oturardım, çox durardım. Yəni, mən ona deyərdim, eşidə deyərdim ki, mən səndən fəxr edirəm, sən hər şeyə qadirsən oğlum, sən mənim başımı tacsan deyərdim. O qədər onu sevindirərdim ki, vətəndən, torpaqdan o qədər danışardım ki ona. Çünki onun içindəki hissləri mən bilirdim. Bax, elə bu Kəmər də mübarizin belə Kəmərdir. Bu dəqiqə onun gücünü özümdə hiss edirəm. Biz çox icazət etdik ki, sırf hücuma keçməsin. Çünki düşmən artıq hücuma keçmişdi. O buna dözə bilmirdi. Səngərdən çıxdı, biz onu saxlaya bilmirdik, amma... Çox heyif ki, bu belə alındı. Onun sağlığı bizə çox lazım idi. Mən hərdən təkliyə çəkilirəm və heç kəs görməsin, sizi görməyəni istəmirəm və ağlayıram. Əslində müharibə özü bir dəhşətdir. Bu dəhşətin içində onun ölümünü görmək daha dəhşətli idi. Mən böyük bir qarışım itirdim. Mübariz Ağakərimoğlu İbrahimova Azərbaycanın milli qəhrəmanı adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətlərinə və göstərdiyi rəşadətə görə Gizir Mübariz Ağakərimoğlu İbrahimova Azərbaycanın milli qəhrəmanı adı verilsin. Ölümündən sonra İlham Əliyev Azərbaycan Respublikasının prezidenti. Bakı şəhəri 22 iyul 2010-cu il.